uşaqlar, 21-ə baxırıq. Diqqətlə qulaq asın. Deyir ki, verilmiş ədədlərin bölünənlərindən 4-ünü yazın. Bölünənlər. 6-nın bölünənləri yazıram. Hansılardır? 12 yazım. 18'dir. 4'ünü yazmalıyıq. 24, 30. Oldu mu uşaqlar? Sonra 13'ün bölünənləri. 26 yazdım. 2'ye vurdum. 3'e vurum. 4'e vurum. 5'e vurum. 65. 16'nın bölünənləri. 32. 3'e vururam 48. 4'e vururam 64. 5'e vururam 80. Keçirəm 21'in bölünənləri. 42. 21'i 3'e vururum 63. 21'i 4'e vururum 84. 21'i 5'e vururum 105. Keçirəm 20'nin bölünənlərinə. 20'ni 2'ye vururum 40. 3'e vururum 60. 4'e vururum 80. 5'e vururum 100. Bölünənləridir uşaqlar. 32'nin bölünənləri. 64. 32'ni 2'ye vurdum 64. 32'ni 3'e vururam 96. 4'e vururam 128. 5'e vururam 160. Oldu mu uşaqlar? İndi 25'in bölünənləri. 50 yazdım, 2'ye vurdum. 25'i 2'ye vurdum, 50 yazdım. 3'e vururam 75 yazıram. 4'e vururam 100 yazıram. 5'e vururam 125. Sonra 60'ın bölünənləri. 120 yazdım. 3'e vururum 180 yazdım. 4'e vururum 240 yazdım. 5'e vururum 300 yazdım. Oldu bunların bölünənləri. Şimdi keçirəm 22'ye. 14 ədədinin 2 rəqəmli bölünənlərini yazın. 14 ədədinin hansı 2 rəqəmli bölünənləri var? Onların hamısını yazmalıyıq uşaqlar. 14 ədədinin 14 2 rəqəmlidir də bölünənidir. Sonra 28 bölünənidir. 2'ye vurdum, 3'e vururum 42. 4'e vururum 56. 5'e vururum 70. 6'ya vururum 84. 7'ye vuranda 108 eləyir. 7'ye vuranda 98. Aha. Oldu 98. Bütün 2 rəqəmli ədədlərini yazdıq və bunların içində 14'ün bölünənlərini yazdım. 23'ə baxırıq, 14'ün bölünənləridir. Bu qeyd etdiklərim 14'ün bölünənləridir. 6 ədədinin 10 ilə 70 arasında yerləşən bölünənlərini qeyd edək. Gəlin baxaq. 6 ədədinin 10 ilə 70 arasında bütün bölünənlərini yazmalıyıq. 6'nın bölünənləri hansılardır? 12. 10 ilə 70 arasında 12 yerləşir. Sonra 18. 2'ye vurdum 12 yazdım. 3'e vurdum 18 yazdım. 4'e vuram 24. 5'e vuram 30. 6'ya vuram 36. 7'ye vuram 42. 8'e vuram 48. 9'a vuram 54. 10'a vuram 60. 11'e vuram 66. 12'ye vuram 72. 12'ye vurdum 72. 13'e vuram 78. 14'e vururam 74 etməlidir. 14'e vuranda 84 eləyir. Aha. Sonra 14'e 15'e vuranda 90. 16'ya vuranda 96. Bütün bölünənlərin yazdım. Bölünənlərin ancaq 70 arasında 10 ilə 70 arasında. Dəqiqə 10 ilə 70 arasında baxın.
70 arasında 72 hücrəyə o 10 ilə 70 arasında yerləşmir. 72-ni pozuram. Demək 12-dən 66 bitdi. Keçirəm 24-ə. 24-də nə deyir? 4-ün bölünənlərini uşaqlar birinci tapşırığına baxırıq 24-ün. 4-ün bölünənləri hansılardır? 12-dir. 4-ün bölünənləri 12. Sonra 28-dir mi? 48 bölünənləri 80, 84, 96. 96. Baxın bölünənləri. Yəni 12 4-ə bölünür, 28 4-ə bölünür, 48 4-ə bölünür, 80 4-ə bölünür, 84 4-ə bölünür, 96 da 4-ə bölünür. Bu şəkildə ikincisinə baxırıq. 7-nin bölünənləri 7-nin burada içində 28 7-nin bölünənidir, 35 7-nin bölünənidir, 84 7-nin bölünənidir. İndi keçirik 3-cüsünə. 3-cüdə 8-in bölünənləri. 8-in burada bölünəni 48-dir, 80-dir, 8-in bölünəni 96-dır. Yəni 96 8-ə bölünür, 80 8-ə bölünür, 48 də 8-ə bölünür. 4-cüyə baxırıq. 4-cüdə deyir ki 16-nın bölünənləri. 16-nın bölünənləri burada baxırıq. 16 3-ə bölünür. 16 48 16-ya bölünür də. Aha 48-i götürürəm. 80 bəli olur 80. 96-da bəli o da 96. Bunu da qəbul etdik. Demək 16-nın bölünənləri hansıdır? 48. Aha. 80 və 96. Keçirəm 25-ə. Deyir 90 ilə 200 arasında yerləşən 32-nin bölünənlərinin cəmini tapın. 32-ni uşaqlar 2-yə vuranda 64 eləyir. 32-ni 3-ə vuranda 96 eləyir. Demək 90 ilə 200 arasında. Demək nöqtə vergül qoyum. Hansı yerləşir? 64 2-yə vurmayım da 60-dır. 3-ə vurum 96. 32-ni 4-ə vurum nə edir? 8 128. Bu da yerləşir. 32-ni 5-ə vurum 160. O da yerləşir. 32-ni 6-ya vururum 12 192. 18 bir yada 19. Nə elədi? 192. Yəni bu ədədlər yerləşdi. Hansılardır? 96, 128, 160 və 192. Bu ədədlərin cəmini deyir. 96 üstünə 128, üzərinə 160, üzərinə 192. Və bunların cəmini deyir tapın. 2 ilə 8 10 edir. Bir yadda 10 edir. Üstünə də 6 gəlir 16. Eləmi bir yadda. 9-un üstünə 2 11, 11-in üstünə 6 17, 17-in üstünə 9, 17-in üstünə elə bil ki 10 gələcəm də bir yadda da var axıydı. Bir dəqiqə yenə 9-un üstünə 3 gəldim 12, 12, 12-in üstünə də 6, 18, 18-in üstünə də 9, 27, 7 yazıram 2 yadda, 3, 2 yadda da 5, 576 etdi. 26-ya baxıram. 16 ədədin ən böyük rəqəmli bölünəni. 16 ədədinin hansı ən böyük rəqəmli hansı ədəddir ki 16-ya bölünür? Ən böyük rəqəm bölünəni 96. Bölünənidir də. 16-nın ən böyük rəqəmli bölünənidir. Ən kiçik rəqəmli bölünəni hansıdır? 16-nın ən kiçik. Bu ən böyük.
Ən kiçiyi hansıdır? Elə 16-nın özü ən kiçik. İndi fərqini deyir tapın. 96 çıxılsın 16 elədir 80. Keçirəm 27. Deyir ki, ulduzun ən kiçik qiyməti. Ulduzun ən kiçiyi hansı yerləşir? 9. 8-dən sonra baxın. 8 ilə 11 arasında hansı ədəd yerləşir? 9, 10. Ən kiçiyini soruşur. Yəni 9-u yazdım ulduzun yerinə. Bunu 9-u yazdım. Dairənin yerinə də ən böyük 28, 14 ilə 28 arasında ən böyük hansı ədəddir? 27. Bunda 27 yazıram. Burada nə deyir indi? Bu ədədlər iki rəqəmli bölünənlərini yazsın deyir. 18-li bölünəni 3-ə vurum 27, 4-ə vurum 36, 5-ə vurum 45, 6-ya vurum 54, 7-yə vurum 63, 8-ə vurum 72, 9-a vurum 81, 10-a vurum 90, 11-ə vurum 99. Bütün iki rəqəmli ədədlərini yazdım. İndi 27-nin bütün iki rəqəmli ədədlərini yazıram. 54, 3-ə vursam neçə eləyir? 81 eləməlidir. Bəli, 81. 4-ə vursam eləyir 108. O alınmır. Demək, hansı ədəd oldu? 54 və 27-nin özüdür. Uşaqlar, 27-də bölünəndir. Bütün iki rəqəmli bölünəndir. 27-nin özünü götürürük.